Mən atam yaşlı kişinin sayəsində özümə cehiz alıb ərə getməmişəm. Mən 3 günlüyümdə ayağımda şəpşəplə gəlib müdiriyyətimi iş yerində axtarmamışam. Görəsən niyə müdür lazım olsun ki, bir 3 günlük gəlinə? Mən müdürüm olan kəsin otağına girib, orada Allah bilir nə hoqqa verdikdən sonra otaqdan çıxıb üstümü, başımı, ağzımın pamadasını zadını düzəltməmişəm məsələn. Mən ədəbimlə, əxlaqımla ərə getmişəm. Ədəbimlə də, əxlaqımla da ayrılmışam. Və bugün də əxlaqımla yaşayıram. Sağa, sola, ora, bura, onun bunun ərinə dağıtmıram, paylamıram. Heç kimin uşağının boğazından da kəsilən pulu kiminsə ərinin, belə deyək də, qazandığı pulu öz uşağımı yedizdirmirəm. Heç kimin hesabına özümü ev almamışam, maşın almamışam. O yönümlə də, o həyat tərzimlə də tanınmamışam. Mən faydalı bir bloger olmuşam. Minlərlə insana pandemiya döneminde yardım paylayan, müharibə döneminde cəbhə bölgələrinə yollanan güllədən, bombadan, heç bir şeydən qorxmayaraq əskərlərinə sovqat aparan bloger olmuşam. Mən günü bugünə qədər xəstə uşaqlara yardım eləyən, atasız balalara yardım eləyən blogeram. Mən çox gözəl anayam. Mən Azərbaycan qadınına yaraşan şəkildə bugünkü gündə yaşayan bir Azərbaycan qadınıyam. Niyə də mən o verilişdə çıxıb kiməsə nəsihət verməyim? Allah şükür. Ağlım başımdadır ki, bugün dayandığım yerdəyəm. Və heç kim də çıxıb mənə demir ki, Sevinç, sən də poxlarını tökək, vaxtında Ramizin otağını necə girmisən, çıxmısan. Mənə onu deyən yoxdur. Çünki bugün mən çox gözəl, ağlı başında həyat yaşayıram. Mənim bir dənə səhifim olub, vaxtında bacı dediyim, evimin içinə buraxdığım qıza yumor naminə bəxt üzüyündən çəkdiyim bir fragmenti göndərmək. Amma o da mənim ağlımı başıma yığıb. O hərəkət mənə böyük bir təcrübə qazandırıb. Mən bugün heç kimə güvənmirəm və evimin içinə də heç kimi buraxmıram. Və heç bir zamanda o kimi videolardan gündəmə gəlib özünü tanınan qız olmamışam mən. Verilişə də çıxanda danışığımı, duruşumu, geyimimi bilən bir insan olmuş. Mən ümumiyyətlə bu kimi verilişlərə çıxıb özümü tanıtmaq üçün can yandırmamışam. Dəvət almışam, getmişəm. Düzə düz, kişi qızı kimi də mövqeyimi bildirmişəm. Müğənni deyiləm ki, veriliş sayəsində özümə toy tutum. Vəkil deyiləm ki, özümə müştəri tutum. Həkim deyiləm ki, özümə pasiyent tutum. Mən xalqdan birisi olaraq oturmuşdum o verilişdə. Heç bundan sonra orada çıxmayacağım da. Lazım gəlsə, yox. Xalq məni orada görmək istəsə, buna sənin kimilər əngəl ola bilməz. Sən get öz qoltuğunun altını iylə. Deyirsən ərdəyəm, amma sən əri hələ görən olmur.